orucun təmizlənməsi. Sual oluna bilər, orucun təmizlənməsi nədir? Oruc paltar deyil ki, yuyasan, təmizə çıxarasan. Maddi bir şey deyil ki, onu yumaqla biz təmizə çıxaraq. Bəs tathirus siyam nə məna ifadə edir? Tathirus siyamın mənası odur ki, biz Ramazan ayı boyunca istər-istəməz hər hansı bir günaha yol verə bilərik. Bəzən əsəbləşməklə, kimisi nəuzubillah söyüş-söyməklə, qeybət etməklə və s. Fitrə zəkatı Ramazanda əməl dəftərimizə həkk etdirdiyimiz bu və ya digər günahların oradan yuyulmasına xüsusi bir vəsilədir. İmam Cəfər-i Sadiq əleyhissalam mübarək kəlamlarının birində bu mövzuda belə buyurur: orucun tamamlanması fitrə zəkatına bağlıdır. Belə çıxır ki, bir adam qəsdən, yəni imkanı ola və s. fitrə zəkatını çıxarmasa, onun orucu naqisdir. Həzrət buyurur ki, kim Ramazan orucunu tuta, amma fitrə zəkatını çıxarmasa, onun orucu yoxdur. Sanki oruç tutmayıbdır. Kim Peyğəmbər salavatullaha və onun əhli beytinə salavat göndərməsə, qıldığı namazın namazlığı yoxdur. Peyğəmbər alı Peyğəmbərə salavat. Fitrə zəkatının digər bir mühüm əhəmiyyəti faydasız ölmək. Bunun qarşısını almaq üçündür. Qəfil ölüm, xoşa gəlməz halda olan ölüm. İmam əleyhissalam buyurur ki, fitrə zəkatının verilməsi həm də ona görə sizə vacib edilib ki, qəfil ölüm, faydasız bir ölümdən uzaq olasınız. Elə İmam Sadiq əleyhissalamdandır hədis buyurur ki, hər kəs fitrə zəkatını ödəsə, Allah həmən o zəkatın vasitəsi ilə onun orucunu tamama yetirəcək, gələn ilə qədər o şəxsin vecsiz, mənasız ölümünün qarşısını alacaq. Ölüm hamımız üçündür. Amma necə ölmək məsələsi var. Həmən o necə ölməyə işarədir bu. Ona görə də fitrə zəkatını mütləq şəkildə verməliyik. Yəni bu dərəcədə bizə faydası var. Mənəviyyat dünyası, bizim ruhani aləmimiz üçün belə faydası var. Fitrə zəkatının verilməsi üçüncü ona görə vacib edilib ki, orucun qəbul olmasına bir vəsilədir. Ramazan ayı göy ilə yer arasında sallaq bir ipdir, sallaq bir vəziyyətdədir. O ipdən yuxarı dırmaşmaq üçün, yəni uca dargahda şanlı şərəfli olmaq üçün sizin Ramazan boyu etdiyiniz əməllər bağlanır fitrə zəkatına. Deməli, fitrə zəkatını ödəməklə biz Ramazan ayında etdiyimiz əməllərin uca dərgahda qəbul olmasına səbəb ola bilərik. Və digər ictimai səbəbləri də var. Bu üç nöqtə bizim daha çox o mənəvi əhəmiyyətini çatdırırdı fitrə zəkatının. Digər bəzi səbəblər də ictimai, sosial səbəblərə bağlıdır. Fitrə zəkatı yoxsulların sevinməsinə bir vəsilədir. İmam əleyhissalam buyurur ki, Allah fitrə zəkatını ona görə ödəməyi fərz edib ki, bütün boş-boş danışdıqlarınız yuyulub aradan geçsin. Ramazan ayı boş-boş danışmaq olmaz. Boş-boş danışıq, qeybətdir, qulaq asasan, o da həmçinin və s. Yoxsulların yemək yeməkləri üçün, onların da qarınlarına bir şeylərin getməsi üçün vacib edib. Hər kəs fitrə zəkatını bayram namazından öncə çıxartsa, fitrə zəkatıdır. Hər kəs bayram namazından sonra çıxartsa, o sədəqələrdən bir sədəqə kimi hesablanar. Ona görə də fəqihlərimiz
bu hədisə istinadən belə buyurublar ki, müstəhəbdir ki, bayram namazından öncə fitrə sədəqəsini və ya fitrə zəkatını çıxarasan, sonra namaza gedəsən və ya namazı qılasan. Fitrə zəkatının ödənməsinin 5-ci əhəmiyyəti, əziz möminlər, bəla və müsibətlərdən uzaq olmağımızdır. Fitrə zəkatı bəlaları dəf edər, bəlaları mömindən, müsəlmandan uzaqlaşdırar. Qaləl İmamur Rıza aleyhissalam, 8-ci imamımız belə buyurur, fitrə zəkatı, fitrə sədəqəsi, yəni hansı ki Şəvvalın birində ödeyirik ha, o zəkat mal dövlətinizin bərəkətli olmasına, malınızın artmasına səbəb olar. Bəlaları sizdən uzaqlaşdırar. Fitrə zəkatını ödəyən hər bir insan Allah tərəfindən mühafizə olunar, qorunar. Ona görə də fitrə zəkatını ödəmək, əziz möminlər, bu dərəcədə fərz edilibdir. Bəs fitrə zəkatı kimlərə ödənilər? Fitrə zəkatı bir neçə təbəqiyə ödənməlidir. Məşhur nəzər miskin və fəqirlərdir. Fəqir o şəxsdir ki, gündəlik təminatı yoxdur. Gündəlik çörək pulunu qazana bilmir. Yoxsul, yəni miskin ondan biraz babat vəziyyətdə olana deyərlər. Bu daha məşhur nəzərdir, bu iki yerə verilsin. Amma bəzi fəqihlər o Tövbə surəsinin 60-cı ayəsində zəkat 8 yerə ki verilər, deyiblər ki, elə ayədə nəzərdə tutulmuş o yerlərə fitrə zəkatını vermək olar. Onlardan da biri məsələn borcu olanlardır. Adam həddindən artıq borcun içərisindədir, boğulur, borcdan yaxa qurtara bilmir, yüksək təzyiq altındadır borcuna görə. Bəzi alimlər deyiblər ki, necə ki o 8 nəfərdən biridir, fitrə zəkatını da həmin bu kimi şəxsə vermək mümkündür. Deməli, fitrə zəkatını çıxararkən, əziz möminlər, maksimum şəkildə çalışmalıyıq ki, onu biz öz yerinə çatdıra bilək. Çünki bir şəxs fitrə zəkatını bilər bilməz kiməsə aparıb verərsə, sonradan müəyyən olunsa ki, həmən fitrəni alan şəxs müstəhəq deyilmiş, fitrə zəkatını verən adam təzədən fitrə verməlidir. Çünki dəqiqləşdirməlisən fitrə zəkatını hara verəsən. İkincisi, fitrə zəkatını verərkən verilən yerin dini səlabəti nəzərə alınsın. Fəqihlər çox təkidlə buyurublar ki, mömin olan yoxsullara və ya miskinlərə fitrə zəkatı verilməlidir. Üçüncüsü, qohum-əqraba içərisində olanlar. Amma o qohumdan olmamalıdır ki, onu dolandırmaq sənin haqqındır ha. Məsələn, ata zəngindir, oğul yoxsuldur, miskindir, fəqirdir. Ata fitrə zəkatını oğluna verə bilməz. Niyə? Çünki onun dolanışacağı atanın boynundadır. Ona görə bəzi o incəlikləri də nəzərə almaq lazımdır. Doğrudur, bəzi məsələlərdə fəqihlər arasında müxtəlif rəylər ola bilər. Hər halda bu qeyd etdiklərimiz, əziz möminlər, onu göstərir ki, fitrə zəkatını çıxarmağımız necə şərtdirsə, eyni ilə də fitrəni hara xərcləməyimiz də çox mühüm şərtlərdən biridir.